Hər vaxtınız xeyir. Bugünkü dərsimiz eksogen elə formalarıdır. Eksogen elə formaları deyəndə nə nəzərdə tutulur? Eksogen elə formaları xarici görülən təsir ilə yaranan elə formalardır. Biz buna həm də morfoskulptur deyirik. Deməli, eksogen elə formalarla tanış olaq. Birinci eroziyadır. Eroziya nədir? Eroziya səth sularının fəaliyyəti ilə yaranan relye formalardır. Su eroziyası daha çox rütubətli ərazilərdə, yəni rütubətli qəmtanlı vahiddən böyük olduğu ərazidə və böyük çayların keçdiyi ərazilərdə baş verir. Xəritə üzərindən baxsамız bu ərazilər deməli Amazon hövzəsi, Konqo hövzəsi, Cənub-Şərqi Asiya və Qərbi Sibir hövzəsidir ki, burada Qərbi Sibir üzərində Obinsey, Cənub-Şərqi Asiyada ekvatorial yağıntılar və Cənub-Şərqi Asiyada eyni zamanda muson küləklərinin təsiri yaranan muson yağıntıları, Konqo hövzəsində Konqo çayı və ekvatorial yağışlar, Amazon hövzəsində də Amazon çayı və ekvatorial yağıntılar bu ərazidə su eroziyasının güclü olmasına səbəb olur. Eroziya iki yerə bölünür özü. Biri yan eroziya, digəri dib eroziya. Yan eroziya daha çox çaylar, düzənlik çayları üçün xarakterlidir və çaylar genişlənir və bu zaman o şəkilli dərələr və yaxud da meandrlar yaranır. Dib eroziyası daha çox dağ çayları üçündür. O dağ çayı öz yatağını dərinləşdirir və daha çox V şəkilli dərələrə yaranmasına səbəb olur. Eyni zamanda belə relye formalara biz kanyon deyirik. Su eroziyası nəticəsində yaranan relye formaları çay terrasıdır, subasardır, gətirmə konus, delta, astana, şəlalə və s.dir. İkinci dağıcı fəaliyyət, yəni eroziya nəticəsində, daha doğrusu eksogen relye formalarının ikinci eksogen relye forması kimi arid denozyon relye formalarını göstərə bilərik. Arid denozyon relye formaları quru və isti iqlim şəraitində yaranır və kəskin parçalanmış relyedir. Burada mərhələli şəkildə deməli belə quraq ərazilərə yağıntılar yağır və ilk öncə şırım yaranır. Şırım növbəti mərhələdə yarğana, yarğanın son mərhələsi yəni qurumuş çay dərəsi isə qobuna əmələ gətirir. Həmin ərazidə olan torpaqlar isə bedland adlanır. Bedland yəni belə deyək də istifadə olunması çətin olan torpaqlardır. Belə torpaqlar daha çox kənd təsərrüfatında yalnız qış otlarları kimi istifadə olunur. Əkinçi isə belə torpaqlarda demək olar ki, mümkünsüz olur. Növbəti karst prosesinə baxaq. Karst yeraltı suların fəaliyyəti nəticəsində yaranır. Yeraltı suların fəaliyyəti nəticəsində yaranan relye forması karst qıfları deyirik. Karst relye formaları yerin altında suda həll olan suxurlar. Daha çox burada qeyd etdiyim əhəngdaşı, gips, dolomit, mergel kimi suxurların geniş yayıldığı ərazilərdə olur və burada yaranan relyeflərə isə biz həmin o boşluqlara karst mağaraları deyirik. Bizdə burada qeyd etmişəm, Azərbaycanda daha çox Kiçik Qafqaz dağlarında belə relye formalarına rast gəlinir. Növbəti deməli bizim üçün baş verən xarici görülən təsirlər, yəni eksogen relye forması və yaxud da eksogen təsirlərlə yaranan bir forma sürüşmə hadisəsidir. Sürüşmə nədir? Ərazidə həm deməli suxurların yeraltı suların təsiri ilə eyni zamanda çox meyilli və çökmə suxur qatından ibarət olan suxurların toplandığı ərazilərdə baş verir. Sürüşmələrin olması üçün burada qeyd etmişəm, əsas 3 şərt ödənilməlidir. Birinci, yamacın deməli meyilli və sərt olması. Burada suxurların gil təbəqəsinin olması, yəni gil bilirsiniz ki, su keçirən suxurdur. Su keçirən suxurların olması və onun altında su keçirməyən suxur qatının olması və bu da yamacın qarşısında maneələrin olmaması. Bunu belə də deyə bilərik ki, biz maneələrin olmasını sürüşməyə qarşı mübarizəni də burada götürə bilərik ki, sürüşməyə qarşı mübarizə aparmaq üçün həmin yamaclarda yamac bərkidici təbəqələr tanınır. Bunlar daha çox ola bilər ki, deməli ağaclar əkilsin, kollar əkilsin. Eyni zamanda burada yeraltı suların təsiri ilə baş verdiyinə görə sürüşmələr kollektor drenaj şəbəkəsi çəkilərək həmin yeraltı suları həmin ərazidən çəksinlər. Əgər sürüşmə qəfil baş verirsə, biz bu prosesdə uçqun deyirik. Azərbaycanda daha çox çökmə suxur qatının olduğuna görə Kiçik Qafqaz dağlarında yox, Böyük Qafqaz dağlarında, Böyük Qafqazın xüsusən də şimal-şərq və cənub yamaclarında sürüşmə hadisəsi tez-tez baş verir. Bunu da yadda saxlayırıq. Deməli, biz nə öyrəndik? Eroziya öyrəndik ki, çayların dağıcı fəaliyyəti, arid denudasyon relye formaları, quraq və isti iqlim şəraitində, karst relye formaları, yeraltı suların suxurları yuması nəticəsində karst mağaraları yaranır, bizdə Kiçik Qafqazdadır. Bir də arid denudasyon relye formaları haqqında bir şey deməyə yaddan çıxdı. Arid denudasyon relye formalarının yayıldığı ərazilər Azərbaycanda düşür. Bu bizim üçün Abşeron, Qobustan, Ceyrançol, Acnoğur, Naxçıvan. Dünyada isə daha çox bu səhralıq ərazilərə, yəni böyük səhrada göstərə bilər Ərəbistanda, Avstraliyanın səhralarında arid denudasyon relye formalarına rast gəlinir.
Deməli, növbəti buzdağların dağıdıcı fəaliyyəti. Buzdağların dağıdıcı fəaliyyəti isə eksorasiya adlanır. Deməli, eksorasiya adlanır. Buzdağların dağıdıcı fəaliyyətinin neçəsində yaranır? Morenlər, troqlar, sirklər, karlar. Daha çox deməli, bunlar özünü Şərqi Avropa düzənliyində, Koala yarımadasında, Taymırda, Hudson körfəzində, Almaniya Polşa aralığında göstərir. Bunlar, deməli, burada qeyd etdiyim ərazilər 4-cü dövr buzlaşma. 4-cü dövr buzlaşmasının izlərinin olduğu ərazilərdir. Şərqi Avropa düzənliyi, Koala yarımadası, Taymır, Hudson körfəzi və Almaniya Polşa aralığıdır. Deməli, digər troq, karstiklərin, morenlərin çox rast gəldiyi ərazilər isə dağlardır. Bunlar harada yerləşir? Bax, And dağları, Kordilyer dağları, Alp dağları, deməli, bizdə Qafqaz dağları, Tian-Şan, Pamir, Qaraqorum, Himalay dağları kimi dağlarda həmin buzdağ relyef formalarına rast gəlinir. Abraziya. Abraziya, deməli, su özələn sahillərində dağıcı fəaliyyətlərdir. Burada iki əsas relyef forması fiord və şixirləri daha çox bizə düşür. Fiord və şixirlər nədir? Fiordlar 4-cü dövr buzlaşması nəticəsində dəniz sularının tektonik hərəkəti təsirlə formalaşmışdır. Deməli, dəniz sularının tektonik hərəkəti burada necədir? Skandinaviya və Çilifor sahillərində daha çox rast gəlinir. Bunlar daha çox böyük bir qayalıqlardır. Bəlkə sahillərdə daha çox biz indi internetdə görürük. Çox hündür qayalıqlar sahilləri tutulur və həmin o ərazilər isə keçmişdə buzla örtülü olub, hal-hazırda buzdan azad olunub və çılpaq belə qayalıqlardır. Şixirlər isə keçmişdə buz örtüyü olan yerlərdə dənizlərin və göllərin sahili boyunca yerləşən alçaq qayalıqlardan ibarət olan adalardır. Yəni dənizlərin içi kiçik adalar görsənir, onlar da qayalıqlardır. Bunlar daha çox Skandinaviyada və Kanada sahillərində geniş yayılıb. Yəni fiordlar və şixirlər dördüncü dövr buzlaşmanın olduğu Kanada Arktik arxipelaqı və Avrasiyanın şimalı, yəni Avropanın şimalında, həm də ki Asiyanın şimalında tez-tez rast gəlinir və biz onları görə bilərik. Digər isə deməli Mərcan adalarıdır. Deməli Mərcan adaları və yaxud da rif atollar, bunlar daha çox su üzərində olan canlı orqanizmlərin təsiri ilə yaranan relyef formalarıdır. Və burada da qeyd etmişəm, daha çox Sakit və Hind okeanında mərcanlar, riflər, atollar rast gəlinir. Ona görə ki, Sakit və Hind okeanında bu ərazilərdə tropik enliklər genişdir. Ümumiyyətlə, yəni mərcanlara, riflərə, atollara rast gəlinmir. Şimal Buz okeanında az rast gəlinir, Atlantik okeanda. Atlantik okeanda ona görə az rast gəlinir ki, Atlantik okean tropiklər arasında az sahə tutur. Mərcan adalarına baxaq. Mərcan adaları isti dənizlərdə mərcan polipletlərinin yığılması nəticəsində əmələ gəlir. Məşhur mərcan adaları, məsələn, Avstraliya sahillərində Böyük Səd rifi, Maldiv adalarını buna göstərə bilər. Ümumiyyətlə, daha çox isə Okeaniyada yerləşirlər. Mərcan rifləri tropik qurşaqda yerləşən okean sularının dəniz yerlərində mərcan polipletlərinin skeletlərindən əmələ gələn sualtı və ya suüstü adalar və təpələrdir. Yəni mərcan rifləri daha kiçik ölçülüdür. Atollar isə eyni proses harada baş verir? Vulkan konuslarının üzərində aypara və dairə şəkildə yaranan mərcan mənşəli adalardır. Və burada eyni, yəni bu mərcanlar dəniz canlıları, həmin canlıların bir yerə toplanmasından yaranır. Sual düşəndə ayrı-ayrı düşmür. Ümumiyyətlə, yəni mərcan mənşəli adalara gedir. Hamısı mərcan rifləri, atollardır. Və bu adalar daha çox harda rast gəlinir? Nəyə görə? Atlantik okeanda azdır, hansı okeanlarda daha çoxdur. Burada daha çox dediyim kimi isti sularla əlaqələrdir. Ona görə Sakit Hind okeanında çox, Atlantik okeanda tropiklər arasında az sahə olduğuna görə az, Şimal Buz okeanı soyuq olduğuna görə ümumiyyətlə orada yaranmır. Daha çox düşən suallardan biri də eol defiliasiyadır. Eol defiliasiya prosesi küləklərin dağıcı fəaliyyətidir. Daha çox da səhralarda rast gəlinir. Burada da qeyd Avstraliyada, Mərkəzi Asiyada, Şimali Afrikada, Ərəbistanda, bizdə Qobustan, Abşeron, Atakama, Patagoniya və s. ərazilərdə daha çox rast gəlinir. Və burada relyef formalarının ən çox düşən isə bu iki relyef formasıdır. Barxan və Düyün. Barxanın səhralarda küləyin bir tərəfdən əsməsi nəticəsində yaranan bu söz aypara formasında təpələrdir. Düyün isə səhralarda küləyin iki tərəfdən əsməsi nəticəsində yaranan qum təpələrdir. Qum təpələri bəyan edilmiş ərazidə qumların toplanmasından yaranır. Qum təpələri isə arıcıl düzülmüş qum təpələrdir. Şahid dağlar ayrı denson relyef formasında olduğu kimi quru isti ərazilərdə keçmişdə yəni dağlar olur. Həmin dağlar xarici yönəlmə təsirlə parçalanır. Həmin o parçalanmış relyef formalarına biz şahid dağlar dedik. Şahid dağlar Şimali Afrikada daha çox Əhəqqər, Tibesti, Darfurda rast gəlinir. Amma yalnız bunlar deyil. Bəli dediyim, həm Avstraliyada, həm Ərəbistanda, həm Mərkəzi Asiyada da
belə relyef formalarına rast gəlinə bilər. Bir xəritə üzərindən baxaq. Məsələn, burada deməli Eol defilyasiya. Eol defilyasiyanın baş verdiyi ərazilərdən biri deməli Mərkəzi Asiyadır. Mərkəzi Asiyada Eol defilyasiya ona görə çox baş verir ki, bu ərazilərdə Qızılqum, Qaraqum səhraları var. Deməli Ərəbistanda ona görə bilirik ki, səhradır. Böyük səhra. Sonra burada Kalaxar və Namib səhraları var Afrikanın cənubunda. Deməli qərbində deməli Cənubi Amerikanın qərbində Atakama səhrası və yaxud da Avstraliyada Böyük Qumlu, Böyük Viktoriya, Hibson burada, sonra Simpson kimi səhralar var ki, həmin o səhraların olduğu ərazilərdə də biz eol defilyasiya proseslərinə rast gələ bilirik. Digər baxaq, mən 4-cü dövr buzlaşmanı demişdim ki, izlərin daha çox rast gəldiyi ərazilər. 4-cü dövr buzlaşma Kanada Arktik arxipelagında bu ərazidə. Eyni zamanda burada mərkəzi düzənliklər var, Hudson sahili ovalıqlar var, Labrador yarımadası var ki, 4-cü dövr buzlaşmanın izlərinə məruz qalır. Skandinaviya yarımadasıdır, Kola yarımadasıdır, Şərqi Avropa düzənliyin şimalıdır, Almanya, Polşa ovalığıdır, 4-cü dövr buzlaşmanın izlərinə məruz qalır. Burada Yamal olsun, Taymır olsun, deməli Çukot olsun və yaxud da Qərbi Sibir və Orta Sibirin şimalı olsun. Bu ərazilərdə 4-cü dövr buzlaşmanın izlərinə rast gəlirik. Bir də ekstrasiya, yəni buzalanın dağcı fəaliyyəti dağlıq ərazilərdə. Hansı dağlarda daha çox rast gəlinir? Xəritə üzərinə baxsaq, deməli Kordilyer dağlarıdır, rast gəlinir. And dağlarında rast gəlinir. Bura baxsaq, deməli Himalay dağlarıdır, Tian Shan dağlarıdır, Pamir dağları burada, Qaraqorum dağları, Hindukuş dağları, sonra gəlsəmiz bura Qafqaz dağlarında daha çox var. Alp dağlarında rast gəlinir ki, bu ərazilərdə 4-cü dövr buzlaşmanın izləri yox. Bunlarda sadəcə yüksək ərazilər olduğuna görə dağ buzdaları formalaşır və belə relyef formalarına rast gəlinir. Bir də burada qeyd etmişdik karst relyef forması. Karst relyef formanın ən məşhurlarından biri burada Balkan yarımadasındadır. Karst platosu, Postoyun mağarası Sloveniyada. Karst prosesləri burada Avropada ən böyük Postoyun mağarası var və həmin ərazidədir. Baxaq başqa nə var buna bağlı dedik. Mərcan mənşəli adalar üçün də dedim, Okeaniya demişdim. Okeaniya bölgəsini göstərim xəritədə sizə. Okeaniya dediyimiz bölgə bu ərazidir. Böyük bir, yəni çoxlu adalar qrupunun olduğu böyük bir ərazidir və burada daha çox adalar, kiçik vulkan mənşəli və mərcan mənşəli adalar topluluğu var burada. Mərcan mənşəli ən məşhur adalardan biri burada Böyük Sədrifidir. Digər isə burada Maldiv adaları var. Maldiv adaları paytaxtdan Malidir, turistik bir ərazidir və burada da mərcan mənşəli Maldiv adalarıdır. Deməli, burada bax, digər məsələlərə də demək olar ki, hamısına baxdıq və xəritə üzərində də yerini göstərdik. Yəni, dərsimiz buraya qədər. Bu dərsi yaxşı öyrənirik.